Demək, on addımı kim oxuyub? Oxumusunuz, yaxşı. Kim tətbiqinə başlayıb? Tətbiqinə başlayıb. TNS şirkətinin əməkdaşlarla işləmək üçün 10 addım adlı bir iş materialı var. Satışda yoxdur. Satışda bitib, istehsalı çapı yoxdur. Artıq, amma PDF-i var. PDF-i var, əldə eləmək olar. Orada birinci addım arzular axtarışında. Birinci addımın adı belədir. Yəni, biz ümumiyyətlə komanda quruculuğu prosesi bu məqsəd prosesindən keçir. Komanda məsələsində biz komanda ilə bağlı deyəsən mövzu danışmışıq da sizdə. Komanda prosesində, komanda quruculuğunda komandanın toplumdan fərqi var. Komandanın kütlədən fərqi var. Komandanın kollektivdən fərqi var. Düzdürmü? Əsas fərq nədir? Bunları nə birləşdirir? Eyni məqsədlər. Bunları birləşdirən məqsədlərin oxşarlığıdır. Məqsəd prosesindən keçməsək biz, komanda quruculuğu olmaz. Bu prosesi keçirdən kapitandır, kapitan. Bu prosesi kapitan keçirdir. Kapitan bütün komanda üzvlərinin məqsədlərini alır. Yəni, sən gəlsən, bu işi görsən, sonucda nə istəyirsən özüvə? Mən bunu bilim ki, sənə də o əldə eləməkdə köməyimi göstərim. Aydındırmı? Kapitan bunu bilir. Və növbəti adam gələndə, o məqsədini səsləndirəndə, artıq kapitan bilir ki, onun məqsədi ilə onunki ziddir. Artıq onu komandaya buraxmır. Aydındırmı? Komanda yoldaşlarının ziddinə getməsin deyə onu salmır komandaya. Və yaxud da oxşarlıq varsa, komandaya daxil edir ki, bunlar ikisi bir-birinə məqsədlərdə çatmaqda daha yaxşı kömək eləyərlər. TNS-də karyeralarla işim yoxdur, karyera heç. Amma bu karyeranı hərə baş bir məqsədlə bağlayır. Aydındırmı nə demək istəyirəm? Adam var, level 3-ü bağlayıb Baliyə getmək istəyir, istirahətə. Adam var, level 3-ü bağlayıb kreditin verib bağlamaq istəyir. Fərqlidir yaxı, düzdürmü? Amma bunlar bir komandada ola bilərlər. Bir-birinə ziddi yoxdur ki, düzdür. O öz kreditin verəcək deyə bunun Baliyə getməyini əngəlləyən deyil ki, düzdürmü? Bunlar bir-birinin üst-üstə düşən məqsədlərdir. Adam var, level 3-ü bağlayıb, özü üçün əlavə bir dənə ev almaq istəyir. Oradan gələn əlavə pulla. Bu da ayrıdır. Düzdürmü? Adam var, ümumiyyətlə heç ona levellər maraqlı deyil. TNS-in ümumiyyətlə inkişaf perspektivi maraqlıdır. Komanda quruculuq maraqlıdır və o töhfə vermək istəyir. Öz zəhmətin qoymaq istəyir. Onun da bizim işimizə uyuşacaq. Düzdürmü? Düzdür. Adam da var ki, level 3-ü bağlamaq istəyir. Amma sonra axşamlar gedib orada mən yeyib içmək istəyir. İçki məclisinə getmək istəyir. Fikri zikri odur. Yəni, o artıq kapitan onu hiss eləməlidir. Kapitan onu hiss eləməlidir və uzlaşdırma prosesində artıq kapitan onu blok eləməlidir. Həmən adamı ki, komanda inteqrasiya eləməsin. Nə qədər tez onu kapitan tapsa,
bir o qədər tez problemlərdən qutarar. Yəni, burada kapitanın yükü çoxdur. Ona görə də hər bir komanda əməkdaşı kapitanın yükünü dərk edib, kapitanın yükünün üstünə yük gətirmək yox, kapitanın yükünü azaltmağa çalışmalıdır. Aydındırmı? Burada mütləq qayda budur. Əgər yox, hamısı komandanın kapitanı yükləşsə də, komanda kapitanı ayıq-sayıqlığını itirər. Çünki hamısının nə istədiyini o bilir. Həddən çox səmimi komandalı yarada bilsə kapitan, hamı bir-birinin istədiyini bilər. Məsələn, müharibə ilə bağlı kinolara baxmışsınız da. Məsələn, döyüşə getməmişdən qabaq biri anasının şəklini çıxardır, baxır, qoyur cibinə. O biri sevgilisinin şəklini çıxardır, baxır. Məsələn, mənim nişanlımdır, qoyur cibinə. O biri uşaqlarının şəklini çıxardır, qoyur cibinə. Motivlər, görürsünüz, ayrı-ayrıdır. Amma hamı irəli gedirlər. Aydındırmı? Bu prosesi keçmək vacibdir. Bu vacib bir prosesdir. Bunun üçün insan oturub yazıb pozmalıdır. Saatlar gedə bilər, sutkalar gedə bilər ki, insanlar məqsədlərini tapsınlar. Burada məqsədlərlə missiyalar fərqlidir. Var məqsəd, var missiya, var tələbat. Başqa-başqa şeylərdir. Bu prosesləri insan araşdırmalıdır. Bunlar fərqli-fərqli bir şeylərdir. Tələbatla da insanı bura gətirmək olur. Tələbat nədir? Bizim sutkalıq kalsium tələbimiz 1000 milliqramdır. Biz 300 alırıq yeməkdən. Qalan 700-ü ya apteklə doldurmalı, ya apteklə dolduranda risk olacaq. Böyrəyə çöküntü verəcək, ödə çöküntü verəcək. Hətta D vitaminini belə tək qəbul eləsək, o da yeməkdən daha çox molekulyar kalsiumu daşıyacaq qana, sümüklərdən daha çox kalsiyini daşıyacaq qana, o kalsium molekulyar olduğuna görə iyona parçalanma prosesi lənk edəcək, o da çöküntü verəcək. Hətta o risklər də var. Demək, tələbat üzərindən də biz işlər görməliyik. Tələbatlar ayrı yazılmalıdır. Məqsədlər ayrı yazılmalıdır. Missiya hər adamda olmaz. Missiya daşıyıcıları o fərqli adamlardır. Onların beyinləri də fərqli alqoritmlərlə çalışır. Məqsəd, tələbat hamıya aiddir. Hamı bunu nəzərə almalıdır. Missiya bu fərqli bir anlamdır. Missiya adamı o cəmiyyətin faydasını düşünür, cəmiyyətin xeyrini düşünər, özünü fəda eləyər cəmiyyətə. Ana özünü fəda eləyər uşaqlarına. Amma missioner özünü fəda eləyər cəmiyyətə, xalqına. Hansı bir ideya, missiya daşımaq o fərqlidir. Ən alisi odur. Ən alisi odur. Missiya daşıyıcıları, onlar fenomenal adamlar olur da. Əvvəl üzə çıxmasa da, sonra biruzə verməyə başlayır. Onlar mega dürüstlərdir. Tanışlar siyasında danışdıq, mega dürüst insanlar. Onlar missiya daşıyıcılardır. Onlarla hansı missiya ilə bağlı danışanda olan gözləri yaşarır. Həqiqi belə şey mümkündür. Məsələn, adam olur, Babilin Ənvarlı kitabın adamı oxumusunuz. Orada 8000 il Babil, bundan əvvəl Babilistanda bilik evləri olub. Və hər axşam bilik evlərində bilik mübadiləsi gedir. Təsəvvür edirsiniz, 8000 il bundan əvvəl bilik mübadiləsi gedib və xalq ona görə bu günə qədər dillər əzbəridir. Babil xalqı. Çayxanadan yaxşıdır. Yaxşıdır. Düzdürmü? Nə bilim, PlayStation-dan, o birisindən, futboldan yaxşıdır da yəqin ki. Bilik evinin olması yaxşıdır. İndi adam istəyərəm onu gətirsin ortaya. Bilik evi.
Təsəvvürün xalqın müqəddəratını dəyişən bir prosesdir. Vaxtında olub. Yəni, bu missiyadır artıq. O artıq missiyadır adam üçün. Oradan adam pul gütmür, bir şey eləmir. Sadəcə belə deyək də, xalqın fikirləşir. O ayrı bir şeydir. Bütün bunlar təhlil olunmalıdır, düşünməlidir. İnsan oturmalıdır, təcrid olmalıdır. Ola bilər, təcrid prosesində yaxın əzizlərini də yığa bilər, əgər ona dəstək olarlarsa. Dəstək olmazlarsa, adam hazırlaşsın, 3 qat, 4 qat motor əldə eləməlidir. Yəni, ailədə 4 nəfərdirsə, bir üzv məqsədlərə və missiyaya xidmət eləyirsə, digər 3 üzv ona dəstək deyirlərsə, ona yükdülər. Neytral yoxdur. Neytral söhbət yoxdur, dostlar. Digər 3 nəfər yükdür. Dəstək olmayları daha yaxşıdır. Dəstək olmasalar da qorxusu yoxdur. Bu, bir nəfər, bir özünü yox, əlavə 3 nəfərin də daşıya biləcək güc əldə eləməlidir özündə. O gücə sahib olsa problem yoxdur. Onları da daşıyacaq. Amma onlara da elan eləyirsən ki, belə bir şeylər var, mən buna gedirəm. Ən azından dəstəyiz yoxdursa, bir kənarda qalın. Aydındırmı? Dəstək olsa daha yaxşı. Nə qədər böyük bir ailə ilə olunsa, bir o qədər geri dönüşü güclü olur. Yazılmalıdır. Yazılma prosesində nəzərə alınacaq məsələlər var. Həm tələbatlardır, həm məqsədlərdir, həm də missiyadır. Aydındırmı? Hansı aspektlər yazılmalıdır? Mən indi onun sxemin verəcəm. Ola bilər ki, hansısa bir aspektlə bağlı ayrı təlim lazım olsun. Bu prosesi 2010-cu ildə başlamışam və 2010-cu ildən bu yana tətbiq ediləm. Adam alt-üst olur. Məsələn, qalan bir dənə 46 dənə xromosomdur o vaxtdan bu yana. Başqa heç nə qalmıyor. Tamam hər şey dəyişilir. Tamam dəyişilmə gedir. Hər şey dəyişilir. Beynin işləmə alqoritmi dəyişilir. Təbiəti duyma alqoritmi dəyişilir. İnsanları duyma alqoritmi, hər bir şey dəyişilir. Hər bir şey tamam bağlı hazır olmaq lazım. Təbii ki, birdən-biri olmur, zaman gedir. Nəzərə alınacaq birinci məsələ məqsəd qoyma prosesində bu sağlamlıqdır. Bu tələbatdır. Amma məqsədə daxil olmalıdır və bu məqsəd qoyma prosesi getməlidir. Tələbatdır bu. Məsələn, mən oturub hesablayıram, yeri gəlmişkən bu təlimi tamamlamaq üçün Orxan İbadovun 2-ci beyin təlimi var. Ona baxmağı tövsiyə edirəm. O to-do proqramı üzərindən məqsədləri yazmağa kömək edir. O vaxtı mən məsələn gedib otururdum dəniz qırağına, uşaqla, məsələn, yoldaşımla bir həftəm keçirdi. Yazırdım, pozurdum, yazırdı, pozurdu, təhlil edirdi, araşdırırdı. Maraqlı bir şeydir. Uşaq da ağzını açıb baxırdı ki, bunlar nə edirlər? İndi başa düşməyə başlayır ki, bu fərqləri görür. Məsələn, ətrafdakılarla bizlərdə o fərqlər artıq çatır ki, bu vaxtı ilə nə edirlər? Burada məsələ necə? Sağlamlıq, sırf özümlə bağlı. Təhlil edirəm ki, məsələn, Bakıya gedəcəm, məsələn, mən 3 gün burada qalıram, 4 gün orada qalıram. İqlim fərqi var müəyyən qədər. Bu orqanizmə təsir edir, yer dəyişirəm. Plus, burada, məsələn, evdəki kimi komfortda qalmıram mən. Evdə hər şey planlı şəkildədir, burada o yoxdur. O düzən yoxdur da, məsələn, oteldir. Məlumdur ki, mənə sağlamlığa məhsul daha çox lazım olacaq. Düzdürmü? Plus, oruçluq ayında həm də oruç tuturam. Allah köməyiniz olsun, Allah sizin də orucunuzu, ibadətlərinizi qəbul eləsin. Mən burada, məsələn, büdürəməməliyəm də, burada tam lazım olan informasiyanı çatdırmalıyam. Bunun üçün sağlamlıq tələbi var. Bunun üçün sağlamlıq tələbi mən yazıram.
nə lazımdır mənə? Aydındırmı? Günə neçə paket kalsi, neçə dənə kapsul balıq yağı, neçə dənə məsələn beyin kapsulu, neçə dənə sink, neçə dənə selen, neçə dənə kardiseps yazdım, onun maliyyəsini çıxardıram. Aydındırmı? Onun maliyyə hesabatını aparıram ki, mən buna nə qədər pul xərcləməliyəm və artıq ona odaqlanıram. Levelə yox, ona hədəflənirəm ki, sağlamlığımı vermək üçün, axı mən pulu sağlamlığımdan qazanıram, leveli də sağlamlığımdan qazanıram. İnsana əminliyi də sağlamlığımdan ötürürəm, axı, düzdürmü? Aydındır. Məsələn, 15 il bundan qoyma mən oruç tutanda belə çıxıb danışanmazım. Mən sönərdim, sözləri qarışdırardım. Gözlərim qızarırdı, qulaqlarım məsələn qızarırdı. Məsələn, hiss olunur adamın yorğunluğu. Amma yavaş-yavaş o lazım olan bədəni əldə eləməlisin. Bədən bizim xidmətimizdədir, müvəqqəti. Hara qədərsə o bədən biz aparacaq bizi, ondan sonra biz o bədəni təhvil verəcəyik skafandır kimi. Çıxardacaq, təhvil verəcək, gedəcək növbəti məkana. Orada da indi nə gözləyir bizi, orasından danışmayaq. Yəni, burada bunun, bu skafandrın tələbi var. Skafandr, məsələn, istiyə girir, soyuğa girir, onun, məsələn, orada da mübadilə gedir, deşilə bilir, sızması ola bilir, hər bir proseslər ola bilir də. O bizə lazım olanı vermək üçün o skafandrın üstündə işləməlisin. Təlimdə yata bilir, məsələn. O skafandrın üstündə işləməlisin ki, sənə lazım olanı versin. Aydındırmı? Ondan ötürü onun pulunu çıxardırsan. Ondan ötürü onun pulunu çıxardır. Yəni, mən də yatmışam ha təlimdə, narahat olmuyor. Heç bir problem yox. Yatmışam, başımı vurum, paliaktivin təlimində yatmışam. Qızıl şir gəlib, hamısı yatmışdı, yaxşı. Yəni, mən də yatmışam. Sonra özüm əsəbləşmişəm ki, bu niyə beləyəm də mən? Nə çatmır burada? Nədir problem? Nə eləmək lazımdır? Və sağlamlıq konusunda aylıq məbləğ çıxarış olmalıdır. Yuxu rejimi çıxarış olmalıdır. Su rejimi çıxarış olmalıdır. Nə qədər maye içməlisən, nə qədər məhsul içməlisən, necə yatmalısan, nə yeməlisən, nə qidalanmalısan. Məsələn, 6 ildir çörəyi menüdən çıxartmışam. Beyin fərqli işləyir. Bunlar hamısı təhlil olunmalıdır. Ayrıca bir mövzudur bu. Təhlil olunan təsbitlənir və təsbitləniləndən sonra çatışmayan detalların üstündə işlənilir. Günə 2 paket kalsiya pulum çatmırsa, oturub onun üstündə işləyirəm mən. Hədiyyə ilə qazana bilirəm, endirim paketləri ilə əldə eləyə bilirəm, düzdür. Satışla əldə eləyə bilirəm, düzdür. Komandadan gəlirlə əldə eləyə bilirəm. Nə qədər iş var orada, nə qədər proseslərlə bunu əldə eləyə bilərəm. Orada variantlar var, qovuram ona. Aydındırmı? Özümdən sonra kodlar var, keçən dəfə izah elədim. Mən onlarla da nəsə geri dönüşlər eləyə bilirəm. Hədiyyə ala bilirəm, çox şey eləmək olar. Qovuram ona. İkinci. Şəxsi inkişaf. Sağlamlıqla bağlı başqa bir məsələlər də var. Məsələn, bu toksiki maddələr bədənə dolur. Onların maksimum qarşısını almaq lazım. Fəsad verirlər. Özünüz girib ChatGPT-dən araşdırarsınız. Argentin civə bədənə nə fəsad verir? Ciddi fəsadlar olur. Düşüncələri qarışdırır. Kadmi, qurğuşun nə fəsad verir? Onu özünüz araşdırın artıq. Aydındırmı? O fəsadların qabağını almaq üçün lazım maddə verilməlidir bədənə. Şəxsi inkişaf. Bu proses ömürlük tükənməz bir prosesdir. Yəni, bizim şirkətin Çindəki şəhərində özünün tibb mərkəzi də var və
özünün universiteti var. Universitetdə maraqlı bir fakültə var. Tükənməz elmlər fakültəsi. Yəni, bu elm deyilən bir şey həqiqətən də tükənmir. Və bu şəxsi inkişaf bizə qəbr evinə qədər lazımlı bir şeydir. Çünki dünya da birinci bir yerdə qalmır. İkincisi, bizə verilən zaman da çox deyil. Biz bura 1000 il yaşamaya gəlməmişik. Zamanımız azdır və qısa zaman ərzində biz çox iş görməliyik. Çox iş görmək istəyiriksə, bilgi lazımdır. Və bu bilgidən ötürü də biz oturub plan yazmalıyıq. Hər kəsin maariflənmə planı var. Hər kəsin maariflənmə qaydaları var. Məsələn, xanımlar dinləməyi çox sevər. Sevər demərik, dinləməklə beyinə daha çox yatırım edir. Belə deyə də götürə bilər. Kişilər görməklə götürə bilir. Amma kişi özünü inkişaf elətdirə bilər. Xanım kimi qulaqla da götürə bilər. Məsələn, anadan gəlmə xanımlar eyni vaxtda 7 mərkəz işlədə bilir beynində. Kişi eyni vaxtda 2 mərkəz işlədə bilir. Məsələn, xanıma analıq xüsusiyyətinə görə o 7 mərkəz eyni vaxtda açılıb. Analıq məsuliyyətinə görədir o. Məsələn, ana ayağı ilə beşiyi yerlədər, əli ilə yeməyi qarışdırar, o biri əli ilə telefonu götürər, hələ o biri ayağı ilə də nəsə eləyər. Düzdürmü? Gözdə də, gözdə nə ilənsə məşq. 7 mərkəz eyni vaxtda işləyər. Kişi bunu əldə eləmək üçün təlim keçməlidir. Yəni, özünü təlim eləməlidir. Şəxsi inkişafda da bu çox önəmlidir. Çünki şəxsi inkişaf bizim ətrafımızdan ola bilir. Biz ətrafla da inkişaf eləyə bilirik. Ətraf bizi aşağı sürüyür. Elə ətraf seçməliyik ki, bizi yuxarı aparsın. Məsələn, bizim ətrafda elə insanlar formalaşıb ki, artıq onlar təlimlərə qatılırlar. Məsələn, Rəhman müəllim təlimlərə qatılır. Görürsünmü, nəsə orada təlimlərdə olur. Mən də izləyirəm, maraqlı bir təlim olanda xahiş edirəm, göndər. Tam fiziksel qoşula bilməsəm də, amma ondan da nəsə ala bilirəm. Qarşılıqlıdır. Məsələn, başqa bizdə dostumuz var, Sabıqı müəllim, Zahid Adıgözəlovun metamorfoz, transformasiya, özünü dərk. O təlimlərinə birindən keçib, digər ikisindən keçməyə hazırlaşır. Ondan da nəsə ala bilirik. Yəni, bizim inkişafımız bizim ətrafımızdan asılıdır. Bu bir. Ailəvi olanda əla olur. Məsələn, ailədə də bu yolu seçəndə bir ailə üzvü bir kitab oxuyur. Digər ailə üzvü digər kitabı oxuyur. Eyni vaxtda. Və onlar o kitab üzərindən bir-biri ilə fikir mübadiləsi aparırlar. Daha ikinci adam gedib o kitabı oxumaya ehtiyac qalmır. Fikrimi tuta bildiniz. Biz eyni vaxtda iki kitabı oxumuş olduq. O bir kitab oxuyur, mən bir kitab oxuyuram. O onun məzmununu danışır, mən onun məzmununu danışıram. Zaman qısaldırıq biz. Məsələn, mən özüm Tesla'nın anasının adını yadımdan çıxdı, onun kitabı var. Onun kitab maraqlı kitabdır. Mən oxumamışam, o kitabın məzmununu bilirəm. Donald Trump'ın kitabı var, Çempion kimi düşün. Kitabı oxumamışam, kitabın məzmununu bilirəm. Başqa belə seriyadan kitablar var, oxumamışam. Amma məzmunundan tam xəbərim var. Aydındırmı? Yəni, bu qoşa-qoşa olanda, ona görə bayaq dedim, ailə üzvlərində prosesə qoşanda lokomotiv çox işləyir. Yəni, daha çox belə bir ki, nəticə verməyə başlayır. Kitablar 2. Baxdığımız videolar, audiolar 3. Bu 3 proseslə biz öz üzərimizdə işləməliyik. İş prosesi müntəzəm olmalıdır. Əks halda bizim üzərimizdə başqa belə deyək də qüvvələr işləməyə başlayır.
Başqa qüvvələr də nədir? Mahnıdır, nə bilim, ey kasıbı olan, nə bilim nə. Filan başladı oxumaya. Nə bilim, filmdir, heç vaxt bir düzənə çıxmırlar. Varlı ailədir, heç vaxt düzənləri yoxdur bunların. Heç vaxt. Bir problem başlayır, o biri qutarmamış, o bir problem başlayır. Nəm serialların 99% o məzmundadır. Türk serialları, görürsən, adlı sanlı, advokat, nə bilim kim, dəfələrlə dünya çempionu bunun problemləri qutarmır. Fərqli alqoritm götürür də, orada alqoritmləşmə gedir. Alqoritmləşmə necə? Beyin alqoritmlə işləyir. Beynin işləmə alqoritmi var. Mən post paylaşmışam, status baxanlar olub. Beyin alqoritmlə çalışır. Biz istəsək də, istəməsək də beynin çalışma qaydası budur. Əgər biz müntəzəm olaraq əmələ gəlməyəcək bir məsələləri götür qoy eləsək, gücümüz çatmayacaq bir problemləri müzakirə. Məsələn, Amerika İsraillə, nə bilim, İranı belə elədilər. Mən nə Trumpın böyründəyəm, nə İsraildəyəm, mən heç nə gücüm çatmayacaq. Düzdürmü? Bunu uzun-uzadı danışmayın, mənası yoxdur. Mən beynimdə fərqli alqoritm yaradıram. Gücüm çatmayacaq bir məsələnin müzakirə alqoritmi. Və sabah bu müntəzəm baş verəndə, sabahki gün 99% gücüm çatacaq bir məsələ gələndə, beyin o 1% əngəli tapacaq, əmələ gəlməyəcək. Başa düşürsünüz nə demək istəyirəm və əksinə də olur. Mən əgər beynimi müntəzəm, əmələ gələn bir alqoritmlərlə çalışdırmağa başlasam, 99% əmələ gəlməyəcək bir məsələ olsa, mənim beynim 1% onu tapacaq, gətirəcək, həll eləyəcək. Fövqəladə proses gedir. Tuta bilmirsən ki, bunu necə verdi sənin beynin? Hardan çıxartdı sənin beynin? Aydındırmı? Alqoritmləşməyə nəzarət eləmək mümkün deyil, ancaq alqoritmləşməni yükləmək mümkündür. Yükləmə hər gün bunun üzərində işləməliyik. Ətrafdakı adamlar elə yığmalıyıq ki, bununla məşğul olanlar olsun. Hər hansı biri ilə. Ətraf geci tezidir. Ola bilər, əvvəl ətrafa gücün çatmasın. Olur. Mənim ətrafım fərqli idi. Axşamlar, nə bilim, PlayStation-a gedirdim. Özümün də varım idi, elə ora gedirdim. Nə bilim, 6 bazar yeyib içmək məclisi idi və bununla məşğul olmağa başlayanda ətrafda etirazlar başladı. Amma yoluma davam elədim də. Yoluma davam elədim. Müqavimət göstərənlər oldu. Yenə yoluma davam elədim. Yavaş-yavaş ətraf dəyişdi də. Bu kimlərə maraqlıdır, onlar gəlib çıxırlar. Yəni, bu proses olmalıdır. Başqa yolu yoxdur. Çünki toksiki bir nəfər belə adam prosesləri körləyirsən, sağlam olun. Alqoritmi və fərqli bir dənə şey atır ora. Elə bil ki, düzəltmirsən, saat mexanizmi işləyir, dişli təkərlər işləyirlər. Bir nəfər toksiki adam götürür ora bir dənə başqa boltdan, vintdən atır. Hə, gəlir bir nəfər çıxdı, eşitdin də bomba atdılar, partladı getdi, gəlini də öldü. Allah rəhmət eləsin. Bombanın qabağını ala bilməzdim. Gəlini ilə qohum döyürəm. Allah rəhmət eləsin, neyə bilərəm ki mən? Heç nəyi dəyişə bilmərəm mən. Heç nəyi dəyişə bilmərəm. Və bu dəyişə bilməyəcək problemləri müzakirə eləməklə alqoritmdə dəyişiklik gedir. O baxımdan toksiki adamları sevmək lazımdır, toksikliyinə hörmət eləmək lazımdır, gözəlliyinə hörmət eləmək lazımdır, amma gözəl və tikanlı gül kimi uzaqdan izləmək lazımdır. Başqa yolu yoxdur. Tam da uzaq qaçmaq olmaz, çünki adam dəyişilə bilər. İnsandır ya, bilmək olmur. Og Mandinonu eşitmişsiniz də yəqin ki, Dünyanın Dahi Taciri kitabı
dünyada satış reytinqində yuxarı olan kitablardan. Ogmandino deyir ki, axırıncı səviyyəli alkaş idim. Yəni, ayıq vaxtım olmurdu. Gündən bir günü səhər tezdən ayıldım, gördüm xəndəkdəyəm, yatmışam, palçıq lehmə içindəyəm. Yazıcı yazır bunu. Durdum deyir, baxdım sola, gördüm silah dükanıdır, hələ açılmayıb. Amma şüşədən silahlar görünür. Silah sındırıb, silahı götürüb, özümü güllələyincə, yəni gəlib çıxa bilməzlər ki, onu eləyə bilərəm də, intihar keçdi beynimdən. Durdum, getdim, intihar eləmək istəydim, birdən sağa baxdım, gördüm kitabxana. Və anamın mənə uşaqlıqda dediyi söz yadıma düşdü ki, sən dahi yazıcı olacaqsın. Üstü başımı təmizlədim, getdim, otdum kitabxananın qabağında, açılana qədər gözlədim, açıldı, girdim ora. Anamın dediyini eləmək qərarını verdim. Adam dəyişilib, o boyda kitab yazıb. Yəni, toksik adamlardan məsafə vacib. Amma tam da, belə deyək də, şeytanın ümidinə buraxmaq olmaz. Yəni, müəyyən qədər arada biz də ona bir lazım olan alqoritmi verməliyik də. Çünki onların da məsuliyyəti bizim üstümüzdə var. Aydındırmı? Kitabların, bəli, Ogmandino dünyanın ən böyük taciri. Oxunma qaydası var, orada verilib kitabda. Və yaxud da dünyanın ən dahi taciri, elə də var. Yox, ən dahi taciri də var. Dünyanın ən böyük sirri də var, o kitabda var. Kitabların məzmunları oxşar. Kitabları seçim eləmək lazımdır, dostlar. Şəxsi inkişaf kitabı bu satış kitabı deyil. Satış kitab bu profesional kitabdır. Yəni, inkişaf şəxsi ayrıdır, profesional ayrıdır ya. Aydındırmı? Mən profesional satıcı ola bilərəm. Profesional təlimçi ola bilərəm. Amma şəxsiyyət olmaq üçün onu qədər də, satıcı olmaqdan ötürü qədər nə qədər hazırlaşmışamsa, şəxsiyyət olmaq üçün o qədər hazırlıq iş aparmalıyam. Səhv salmayın. Satış başqadır. Bu profesionaldır. Aydındırmı? Təlimçilik ayrıdır. Bunlar maliyyə kitabı ayrıdır. Şəxsi inkişaf deyil bu. Robert Kiyosakinin Pul axını kvadrantı bu maliyyə kitabıdır. Mənim maliyyə biliyimi artırır. Şəxsi inkişafımı artırmır. Şəxsi inkişafına aid olan kitablar fərqlidirlər. Bunlar fərqli kitablardır. Bunlar sırf insanın şəxsiyyətini artıran kitablardır. Bu kitablar var, orada mərkəzdə var. Aydındırmı? Kömək istəsəniz, məndən kömək gələr, problem yoxdur. 3. Maliyyə azadlığı. Pul insanı müntəzəm narahat edən bir məsələdir. Amma bu məsələni çözmək vacibdir. Çözmək vacibdir, amma hansı rakusdan çözülməlidir, insan da bunu bilməlidir. Bunu bilməyən də o pul hardan gəlir, hara gedir, insan da onu bilməz. Qədim külli kainatın qurulma mexanizmi var və işləmə mexanizmi var. Bu işləmə mexanizmlərinə biz heç vaxt əks gedə bilmərik. Biz yer kürəsini bütün insanlar da cəmləşsə, əks tərəfə fırlada bilməz. Mümkün deyil. Nə qədər bombalar da atsalar hansısa nöqtələrdən dəyişilməz o. Günəşlə ayın olan məsafəsini biz dəyişə bilmərik. Müəyyən bir düzən və nizam var. Razısınız da bundan. Və bunları nəzərə almaq lazımdır bu işlərdə. Bunlar nəzərə alınmayan da insan buradan əldə edir, oradan itirir. Buradan əldə edir, oradan itirir. Sonra da sual verir ki, niyə mənim başıma bu işlər gəldi?
Onun dini tərəfinə getməyəcəm. Əslində din deyilən bir şey hansı elmdir. Onun adını qoyublar din. Yəni insan bunları araşdırmalıdır. Maliyyə azadlığına hər bir insanın ayrı bir, belə deyək də, məbləğlə maliyyə azadlığı var. Məsələn, Bakıda bir ailənin maliyyə azadlığında yaşamağı üçün aylıq onların zəhmət çəkmədən, vaxtında zəhmət çəkiblər. Məsələn, bir var göyərtə əkəsən, biçdin, satdın, gələn il yenə əkməlisən. Biçdin, satdın, o bir il yenə əkməlisən. Plus da torpaq da çox olmalıdır ki, biraz buranı istirahata verəsən, o yanda əkəsən. Bir də var ki, göyərti əkə-əkə bu yanda da ərik plantasiyası saldın. 5 ildən sonra başladı bar verməyə, düzdürmü? Düzdür, 5 il qulluq edirsən, bar verir, ondan sonra yüngül varı qulluğun edirsən, həmişə bar verir. Maliyyə azadlığıdır, düzdürmü? O maliyyə azadlığıdır. Göyərti isə bu maaşlı işdir. İşlədin, maaş aldın, işlədin, maaş aldın, işləmədin, maaş almadın. İşlədin, axırda da pensiya aldın. Pensiya içində qırğındır, ayın 18-dən yemirlər, içmirlər, yatmırlar, aparatın qabağında dayanırlar. Ya adamın yazığı da gəlir. Adamın ürəyi ağrır. Yəni, həmən zəhmətdir də, göyərti əkirsən, o yanda əriydir, biraz yer aç, əriyək, qoz ək, nə bilim, maliyyə azadlığına da mütləq plan olmalıdır. Hər kəs üçün fərqli plandır ya, hər kəs üçün fərqli plandır. Birində bir cür ola bilər, o birində o biri cür ola bilər. Məsələn, 3 həftə bundan qabaq bir taksi ilə yol getdik buradan Lənkərana. Gördüm, adam bu işin adamı deyil. Dedim, sən burada acından ölərsən. Adamın müştəri tapmaq yoxdur da, utancaqdır. Taksi şoförü belə olmamalıdır yaxı. Yəni, bir düzən olmalıdır, əlaqə olmalıdır, bununla əlaqə yaratmalıdır, ona çatmayanda ona verməlidir, bunda çatmayanda ondan klient almayı öyrənməlidir. Bu yoxdur bunda. Dedim, sən acından öləcəksən. Deyir, sən hardan bildin? Deməli, görürəm də sənin danışığından, sənin davranışığından. Dedi, mən də belə fikirləşirəm, bezmişəm, başqa iş utanmam. Bəzi indi sürücülər laf üzdülük edirlər, məsələn, bunu səbri gətirmir, o haqsızlıqlara dözə bilmir. Adam deyir ki, mən başqa işlə məşğul olmasım, amma bilmirəm neyini. Yol çoxdur da, 3 saat yol gedirik. Oturduq, təhlil elədik, araşdırdıq. Bəlli oldu ki, adamın müəyyən qədər torpağı var rayonda. Dedim, nəyi sevə-sevə eləyərsən? Dedi, arıçılıqla məşğul olaram. Dedim, get başda da. Başqa neyi eləyərsən? Dedi, parnik əkib xoşlayıram. Məsələn, parnika girim, qulluq eləyim, tərəvəzə falan. Dedim, elə də. Nə problemdir ki? Dedi, kakraz atam, anam, yoldaşım da mənə kömək eləyərlər. Dedim, sən də yolda olanda, heç yolda olmayanda o prosesə qoşulasın. İşin böyüyə, bunun başını bıraxarsın. Adam ali savadlı. Təqribə hesabladığı nə qədər pul lazımdır. Bir də onu da həll eləyə bilərəm. Onu da əldə eləyə bilərəm. Nəyəsə getdi adam bu işin dalıca. Sonradan eşitdim ki, o işi buraxır, məhəllədə bir dükan var, dükana keçib satıcı kimi. Onsuz da deyir, mənə müəyyən qədər, onsuz da o taksilikdə də o qalırdı mənə. Ki, işlərə yaxın olum, su getdi o işi görməyə. Yəni, maliyyə azadlığına hər kəsin çıxış ayrıdır. Biz bura gəlmişiksə, biz burayla maliyyə azadlığına çıxa bilərik. Zaten də marketing plan ona imkan verir. Ona fürsət verir maliyyə azadlığı. Biz oturub fikirləşməliyik. Adam var, level 2 onun üçün maliyyə azadlığı ola bilər. Tək adamdır. Məsələn, heç kimi yoxdur və ona level 2 də maliyyə azadlığıdır. Adam var, ona level 4 maliyyə azadlığıdır. Başa düşürsünüz, nə demək istəyirəm? Adam var, məsələn, rayonda aya 2000-3000 yaxşı gəlirdi. Bakıda 2000-3000 acından ölmək. Sağlamlığa ümumiyyətlə pul qalmayacaq. Düzdürmü? Bu fərqlidir və insan özü təhlil aparmalıdır.
Kömək lazım olsa oturub köməkləşə bilərik. Maliyyə azadlığına gedən yolun, planın, məbləğin təyin edirsən və çatma planını təyin edirsən, müddətin təyin edirsən. Hamısında müddət təyin olunur. Sağlamlıqda da müddət təyin olunur ki, mən bu kalsi içməyə hara qədər gedib çıxa bilərəm. Dişlər ovalanacaq, saç töküləcək, sinirlər dağılacaq, mən hara qədər gedib çıxa biləcəm. Və həman vaxtı təqribi bilirsən ki, mənim gücüm ora qədər çatacaq. Mən ora qədər o işi düzəltməliyəm. Şəxsi inkişaf, dünyanın sürətini nəzərə almalısan və üstündə işləməlisən, hara qədər nələri bilməliyəm və oturub onu eləməlisən. Lazım gəlirsə gecə yatmırsan, oxuyursan. Lazım gəlirsə Da Vinci yuxusundan istifadə edirsən, var yuxu növləri. İstifadə edirsən və oxuyursan. Metodlar var. Neçə saat haçan, necə yatırsan, məsələn, eləmək olar, beyinə elə algoritm verə bilərsən ki, 3 saat yuxunu 8 saat kimi qəbul edir. Lazım gələrsə sürətli oxuma taktikalarından gedib öyrənə bilərsən, kursa gedə bilərsən. Kitabın mərkəzinə baxırsan, neçə saniyə bütün səhifədə yazılanları oxuyursan. Yəni, başqa metodlar da var. Yəni, sənin vaxtın nə qədər səni sıxırsa, ora qədər gedirsən. Aydındırmı? Bu beyin elastiki bir şeydir. Prujin kimidir? Prujin axırı nə qədər yığıla bilərsə, onu heç kim bilmir. Prujində bilinir, dayandığı dəmirlər bilinir, da yığılmır. Beyində bilinmir. Prujində nə qədər açılır, bilinir. Dəmir nə qədər uzanır, o qədər. Beyində o da bilinmir. Yəni, beynin, limitin, imkanını heç kim bilmir, dostlar. O baxımdan siz algoritmi verin də, siz proqramı yükləyin. Maliyyə azadlığına gedib çıxmağa 3 şeyin netliyin adam beynində bilməlidir. Bunları insan beynində düz sıralamalı öyrənməlidir. Düz sıralamalıdır. Net olaraq bunları insan beynində düz sıralaya bilsə, beyinə bu proqram şəklində düz sıralanmalıdır. Evdə də uşağa da bunu düz sıralamaq lazımdır. Səhv sıralanmada algoritm səhv nəticələr verəcək. İndi deyin, birinci maddiyyatdır prioritet olaraq. Sevgidir, həqiqətdir. Hansı birincidir, hansı ikincidir, hansı üçüncüdür? Maddiyyat, sevgi. Cürbəcür cavablar. Birinci sevgi. Yaxşı dostlar, birinci sevgiyə qoysam, birincini sevgiyə qoysam, mən haqsız və ədalətsiz insanı sevmək məcburiyyətində qalacam. Onun bütün səhvlərini ona sevgi naminə bağışlamaya məcburiyyətində qalacam və o səhvlərin get-gedə biraz da şiddətləndirəcək, bütün ailəni belə məhv aparacaq. Sevgini maddiyyatı birinciyə qoysam, haqq maddiyyat yolunda tapdanılacaq. Sıralama düzdür. Siz sıralamanı düz eləsiz ha. Siz haqqa əyilsəniz, siz fikirləşsəz ki, mənim gördüyüm iş həqiqidir, haqdır. Qalan 2 dənəni var ha. Qalan 2 dənəni alt şuur sizin təslimizə gətirir. Haradan gətirir bilmirsən. Təslimata gətirir. Elə təslim edilir ki, siz taksi sifariş verirsiniz. Taksiyə gəlib oturursunuz, taksi deyir ki, maraqlı şeydir. Bu məsafəni yarım saat, mən 10 ildir taksi sürürəm, yarım saat heç vaxt göstərməyim. Özündə görürsən ki, mənə yarım saata çatmaq lazımdır ora. Taksi sifariş verirsən, taksi gəlir, 3 saat yol gedirsən və 3 saat yol ərzində taksi bir dəfə də ya mahnı qoymur, ya da qoyduğu bir şey düşündürücü bir şey olur. Sənin təslimivə gəlir hər şey.
beyində sıralama düz getməlidir və evdə balacaya qədər bu sıralamanı öyrətmək lazımdır. Çünki məktəbdə əksini öyrədə bilərlər. Ola bilər də. Qonşular əksini öyrədə bilərlər. Qonşularda əksini görə bilər. Görə bilər ki, məsələn, qonşuda ailə var. Məsələn, evin kişisi elə içir, gəlir evə dava salır, qırğın salır, müsibət salır, ağlaşma salır. Səhərsi gün bunlar yenə xoşbəxt vid eləyirlər, harasa gedirlər. Və uşağın gözündə bu adiləşməsin deyə uşağa onu verməlisən. Uşaq bilsin. Aydındırmı? Bunu bildiniz, maliyyə azadlığı ilə bağlı planı qura bilərsiniz. Bunu bilmədiniz, maliyyə azadlığı ilə planda alqoritm səhv verəcək sizə. Sizin üçün elə adam göndəriləcək ki, o adamın prioriteti maddiyyəti olacaq, qalan şeylər ona maraqlı olmayacaq. Siz həmən adamı komandaya buraxacaqsınız, tamahdan buraxacaqsınız. Və sizin tamahınızın hesabına o adam girəcək, olan qalanını da dağıdacaq, gedəcək. Başa düşürsünüz nə demək istəyir? Amma siz sıralamanı düz qoyursunuz, həmən adam gələcək, sizin tamahınız aldanmayacaq, o adam gedən kimi normal gələcək. Başa düşəcəksiniz ki, bundan qabaq gələn prosta sınaq idi. Aydındırmı? Bunun üçün planı ondan sonra qoyursunuz. Maliyyə ilə bağlı plan TNS ilə əlaqəlidirsə, level planlamasını qoyuruq. Level planlamasına uyğun olaraq da tanışlar siyahısı ilə biz praktiki iş görürük. Biz sizlə nəzəri iş görmüşük tanışlar siyahısı ilə. Praktiki iş fərqlidir. Tanışlar siyahısı ilə praktiki iş aparılır. Ki, hansı leveldə sən hansı pulu qazanmaq istəyirsən və həmən levelə uyğun vaxt təyin edirsən, həmən vaxta uyğun o leveli bağlamaq üçün neçə nəfər adam sənə lazımdır? Həmən adam sayını yığmaq üçün komandaya lap əvvəldə neçə nəfər adam çeşidləməlisən? Online və offline. Aydındırmı? Onu hazırlayırsan və plan şəklində bir aylıq görəcəyi işi eləyirsən. Məsələn, mənim bir aylığım 60 nəfər. Mənim bir ayımı 60 nəfərlə söhbətdir. Bir günə bir nəfərlə tanış olmaq, yeni adamla. Bir günə bir nəfər yeni adamla tanış olmaq. O yeni adamdır. Onun bura aidiyyatı yoxdur. Bu yeni adamda nə vaxtsa bu siyahıya salınacaq. Aydındırmı? 60-dan birinin siyahısına düşəcək. Yəni, tanışlar siyahına mütləq əlavə edirəm. Məsələn, dünən burada bir dənə cavan oğlan buklet paylayırdı. Adı Mübarizdir. Dildən biraz nit qüsuru var idi. Hansısa pizza yeri açılır, o pizzanın bukletlərini paylayırdı. Yəqin ki, gördünüz, bu vaxtlar idi. Bu vaxtdan da biraz keçmişdi. 5-6 arası. Bir gəzdi, bütün plazanı buklet payladı. Gəldi empirik mərkəzə, mənə də verəndə saxladım ki, adın nədir, belə diksindi, nə idi ki, bəyəm? Dedim, nömrün lazımdır da mənə. Dedim, mənim nömrümü neyinirsiniz? Dedim, bu özünün yerində açmısan, o başqasının yeridir. Dedi, yox, başqasının yeridir. Dedim, yaxşı, öz yerində olsaydı, fərq daha həvəslə paylayardım. Dedi, yox, mən başqası üçün də bu məsuliyyətlə paylayıram. Dedim, mən ola bilsin, mənim də sənə işim düşsün. Dedi, yox, mənim adamım çoxdur. Dedim, narahat olma. Bir aydan sonra ola bilər mənim sənə bukletlə bağlı işim düşsün. Nömrünü ver. Sən mənə zəhmətkeş və maraqlı adam təəssüratı bağışladın, sənin nömrünü istəyirəm. Yanında da bir əməkdaş qalmışdı, ona da maraqlı gəldi ki, bu risk, o hərəkəti, nömrəsini götürdüm, adını da yazdım. Yəni, bir nəfər yeni adamdır. O maliyyə azadlığı planında ona da ola bilsin nəsə pay çatsın da, həyatın işi də ola bilər. Hər gün proses yenilənir, hər gün proses gedir.
Aydındırmı? Yəni, narahat olmayın belə şeylər üçün. Bu olunmalıdır. Lazım gələrsən onu, məsələn, maraqlı adamsa çaya da dəvət eləmək olar, çayın pulunu da vermək olar. Dəyər istədiyim o işlərə. Əsas bu düz olsun. Səmimiyyət, dürüstlük. Dostlar, özümüzlə. Birinci özümüzlə. Əgər mən bunları elədim, ya yarımçıq elədim, demək özümdən səmimi deyiləm. Özümlə dürüst deyirəm. Biz özümüzlə maksimum dürüst olmalıyıq. Maksimum da səmimi olmalıyıq. Özümüz özümüzlə dost olmalıyıq da. Və bu prosesi ancaq bu halda tam icra eləmək olur. Ancaq özü ilə dürüst olan adam başqası ilə dürüst ola bilər. Aydındırmı? Bundan ötürü də müntəzəm adam özü ilə hesab kitab aparmalıdır. Gündə bir dəfə bəs eləyir. Gündə bir dəfə bəs eləyir. Gündə 2 dəfə olunsa daha yaxşı. Günün axırında təhlil, səhərsi günə plan, səhərsi gün duranda təhlil, gün ərzində görəcəyim işlər. Aydındırmı? Məsələn, gecə oturub təhlil edirəm günü, laf eləyə bilərsiniz alqoritmi tezləşdirmək üçün uğur gündəliyi tutasınız. Məsələn, gecə yatmamışdan qabaq gün ərzində olan, məsələn, 5 dənə müsbət bir şeyi qeyd eləmək olar. Bugün bu yaxşı olub, bu yaxşı olub, o yaxşı olub, o yaxşı olub. Qeyd edirsən, beyni fokusluysan. Alqoritmi müsbətə fokusluysan. Müsbəti görməyə insan gücənməməlidir. Müsbəti beyin özü verməyənə qədər onu alışdırmaq lazımdır. Bu sadəcə bir məşqdir. Sirkdə görmüsünüz də, məsələn, Giryanı necə fırladır, məsələn, o pəhlivan. Təlimdir də. Sirkdə görmüsünüz də, ayı velosiped sürür. Düzdürmü? Amma insanlardan eləsi var, velosiped sürə bilmir. Bu beyin də alqoritmlə çalışır. Onu çalışdırmaq üçün biraz ona ritm verməlidir. Uğur gündəliyi tutmaq olar və ancaq pozitiv bir şeylər günün axırında belə deyə də bir şükranlıq əlaməti kimi oraya yazmaq olar və səhərsi günün planını yazırıq. Səhərsi günün planını yazanda ola bilər ki, dünənki gün planladığımızı bugün biraz dəyişək. Dünən planlayanda hava başqa idi, səhər durmuşu qar tufanlı, biraz planı dəyişə bildik. Tamam, məsələn, hər şeyin ipini buraxmırıq da. Məsələn, o səmtə yox, bu səmtə gedirik. Aydındırmı? Burada zamanın düzgün xərci, pulun düzgün paylaşdırılması. Bəli. O ayrıca təlimlərdir. Zamanın düzgün paylaşdırılması, pulun düzgün paylaşdırılması ayrıca təlimdir. Pulun düzgün paylaşdırılmasında, bayaq dedim, sağlamlığa pulu ayırırıq. Yəni, maliyyə azadlığı üçün biz tam hesablayırıq da, buna bizə nə qədər pul lazımdır. Düzdürmü? Bizim, məsələn, işimizlə bağlı şəxsi imic lazımdırsa, imicə nə qədər pul lazımdır. Harası səyahət lazımdırsa, ona nə qədər pul lazımdır. Hamısı daxil olur. Şəxsi inkişaf, təlimlərə getmək üçün nə qədər pul lazımdır, hesablayırıq. Məsələn, eləmək daha vacibdir. Olub eləyə-eləyə vəsait toplaya bilməmişəm. Məsələn, bir
qeyri-adi bir insan gəlib təlimə, onun təliminə qatıla bilməmişim. Xaricdən gəlib qatıla bilməmişim. Çox böyük təəssüf hissi keçmişəm və özümü onu bağışlamamışım. İndi də pisimə gəlir ki, mən necə o səhvi buraxa bilərəm. Və maliyyə üçün də bu planlamanı ayırmaq lazımdır. Hətta zərf eləmək olur. Zərflər ayıra bilərsin. Səyahət, şəxsi inkişaf, aydındır, sağlamlıq və s. və onun üçün plan var. Və səmimiyyət prosesi də sırf zamanın düzgün xərci o məsələlərə düzgün riayət eləməkdən gedir. Bunları düz eləyə bilirsiniz, ətrafınıza da buna uyğun adam yığa biləcəksiniz. Deyim ki, adamların çoxsu bunu bilmir. Lazım gəlsə öyrətmək lazım. Başa düşürsün, nə demək istəyirəm. Beş. Xeyriyyə. Baxanda bunun, məsələn, maddiyyata heç bir aidiyyatı yox. Baxanda, belə deyə də, bizə nə qazandırır ki? Amma möhtəşəm olur geri dönüşü. Çox fərqli olur. Yəni, xeyriyyə bu vacibdir. Özünü təsdiqləmək üçün bu çox vacib prosesdir. Ayırmalısın. Yəni, zərf ayırırsan, yazsan xeyriyyə. Gəlirinin 10%-ni atsan olur. Məsələn, toy olanda oradan çıxarırsan fazlayız. Daha evdə söz-söhbət düşmür də. Aydındır mı? Bayram olanda, məsələn, oradan çıxarırsan, kimisə sevindirirsən. Və o yaxşı bir şeydir. Və hətta kimlərsə, məsələn, düşdü, onlara da verirsən, o məbləği gedib o zərfdən götürə bilərsin. Xeyriyyə klublarına üzv ola bilərsiniz. Mən 2 dənə klubun üzvüyəm. Yaxşı bir şeydir. İclaslara qatıla bilməsəm də xeyriyyəyə sevə-sevə qatıldım. Famil müəllim bir klubun üzvüdür. Bu, insanın məninin təsdiqi üçün vacib. Yəni, bu, yaradanla bağlı bir algoritmdir. İnsan da bunu eləməlidir. Bəli. İnsan bunu eləməlidir. Bəli. Yaradan həmişə verəndir. Biz ona lazım deyirik. O bizə lazımdır. O həmişə verəndir. Amma o qədər verə-verə biz də ona şükür edirik, dua veririk. Və biz də, belə deyək də, bir kiçik bənzər variantına keçməliyik. Biz verməyi öyrənməliyik. Ancaq gərək verəsən ki, alasan. Adam tipajı var, deyir, mənim burada nə xeyrim olacaq, ondan qaçmaq lazımdır. Belə deyək də, biraz uzaqdan baxmaq lazımdır. O, mənim nə xeyrim olacaq, onun artıq o pozur, algoritmi pozan adamdır. Və bununla bağlı çox danışmayacağım. Və ən sonunda hamının sevdiyi, ara yazım onu. Yəni, yuxarıda ortaya yazım da. Bunu biz xalq olaraq sevirik. Bu artıq insandan sevdiyi bir işdir. Bütün gün adam tanıyıram, divanda uzanır, həftə sonunda gedir təbiətə. İstirahətə getdim. Yəni, adamlar tanıyıram belə. Heç bir iş görmür. Mənim 2-3 dənə pensiya kartı vardı, işte orada kef edir özü üçün. Bütün günü divanda uzanır, həftə sonunda gedir təbiət qoyununa istirahətə. Yəni, təbii ki, o istirahatdan söhbət getmir. Söhbət o istirahatdan getmir. Burada artıq mədəni istirahatdan söhbət gedir. Burada, məsələn, istirahat elə seçilsə ki, ora şəxsi inkişaf da daxil olsun, daha yaxşı olar. Məsələn, hansısa ölkəyə gedəsən təlimə.
Həm istirahət olsun, həm də ki, məsələn, şəxsi inkişaf olsun. Kino seçmək lazımdır. Kino seçilməlidir orada. Məsələn, filmlər var, seçilməli. Hansı algoritmi verir? O filmi mütləq seçmək lazımdır ki, o nə film? Və o filmdə məsələn, gedmək olar. Olur, məsələn, hətta olub, biz məsələn, ailəvi getmişik, bir dənə zalı bağlamışıq, oturmuşuz, dördümüz baxmışıq filmi. Dəyər. O da istirahət sayılır. Təbiət qoyunu olar. Ailəvi olsa daha yaxşıdır. Çünki bayaq dediklərimə görə. Elə bil ki, gücə güc gəlsin də, güc qatılsın. O proses, o da maraqlı prosesdir. Çünki geri dönüş möhtəşəm olur. İnsan nə qədər sevdiyi iş olsa belə, 3 aydan artıq eyni mühitə yorulur. Və beyin artıq səhvlər verməyə başlayır orada. Motivasiya düşə bilər, insan gərginləşə bilər. 3 aydan artıq uzatmaq olmaz. İşdə artıq problemlər olar. Ona görə 3 aydan bir ən azından mühitdən, məkandan, sevdiyin belə məkan olsa, sevdiyin belə iş olsa, kənarlaşmalısan, biraz fərqli mühitə keçməlisən. Amma o mühitdə, bəli, müddət məsələn 2 gün də bəs eləyər, 1 gün də bəs eləyər. Bəs eləyər, 3 gün də ola bilər. Baxır tələbata, adamın formatlanmağına nə qədər vaxt lazımdır. Adam özünə gəlməyinə, adam onu özü hiss eləyir. Mütləq deyil, məsələn, şirkətin turufu. Ola bilər, arasın maraqlı bir yer olsun, baxırsan, məsələn, Azərbaycanın özünün belə maraqlı gəzməli yerləri var. Gözəl şəhərləri var. Məsələn, şəhərlərdən biri Şəki. Getməyə dəyər. Çox gözəldir, çox. Qeyri-adidir, qədimi tarixi var, qədimi abidələri var. Gəzməklə doymur adam. Qədimi havası var, maraqlı havasatı belə, yayı belə maraqlıdır. Getməyə dəyər. Başqa belə rayonlar da var, Qusara getmək olar. Qusar, məsələn, təbiəti, Çılğın dağları təbiəti olan yerdir, gedib görmək lazımdır. Yəni, insan getməlidir. Yerin dəyişməlidir, mühitin dəyişməlidir, formatlanmalıdır. Gedəndə məqsəd dəftərin ya da ki, to-do proqramında orada nəzərdən keçirmək fərqli bir düzən yaradır. Bunlar hamısı bir-birinə əlaqəlidir ya dostlar. Hamısı bir-birinə əlaqəlidir. Sizin, məsələn, məqsədlərinizin içində ola bilər ki, elə bir şey yazasınız ki, missiya ilə əlaqəli olsun. Məsələn, mən 10.000 qazananda filan adamlara ayda filan qədər, məsələn, hər ay kömək eləyəcəm. Filan adamlara hər ay bu qədər məhsul verəcəm. Bu artıq missiyadır. Həm də ki, bunu da əhatə edir, xeyriyyəni də əhatə edir. Həm də ki, övladığa da onu öyrədir. Aydındırmı? Yəni, onda düzən tam olur. Sual var.